Müzakirə etdiyimiz bu qanun layihəsi mahiyyət etibarıyla gömrük sisteminin daha müasir, daha çevik və daha rəqəmsal əsaslarla işləməsinə yönəlib. Prinsip etibarıyla müsbət istiqamətdir. Xüsusilə elektron bəyan etmə, bir pəncərə prinsipi, səyyar gömrük auditi kimi yanaşmalar müasir ticarətin tələblərinə cavab verir və şəffaflığı artırmaq potensialına malikdir. Eyni zamanda anlayışların yenilənməsi və beynəlxalq terminologiyaya uyğunlaşdırılması da qlobal ticarət sisteminə ölkəmizin inteqrasiyası baxımından vacib addımdır. Gəlin, indi isə məsələyə biraz da real həyat prizməsindən yanaşaq. Problem ondadır ki, biz çox vaxt qanunları müasirləşdiririk, amma praktik mexanizmlər eyni qalır. Bu layihədə də risk budur. Kağıt üzərində sadələşdirmə var, amma sahibkarın gündəlik təcrübəsində prosedurlar həqiqətən sadələşəcəkmi? Elektron sistemlər sürəti artıracaqmı, yoxsa yeni texniki və inzibati bariyerlər yaradacaq? Təəssüflər olsun ki, optimist deyiləm. Heç buna yaxın da deyiləm. Məsələn, səyyar gömrük auditi institutu nəzərdə tutulur. Bu prinsipcə yaxşı alətdir. Amma aydın mexanizmlər olmasa, bu alət çevik nəzarət yox, əlavə təzyiq vasitəsinə də çevrilə bilər. Sahibkar üçün əsas sual budur. Bu audit şəffaf və proqnozlaşdırılan olacaq, yoxsa subyektiv qərarlara açıq qalacaq. Digər mühüm məsələ isə rəqəmsallaşma və insan faktoru arasındakı balansdır. Elektron sistemlərin tətbiqi müsbətdir, amma əgər qərar vermə yenə də insan faktorundan asılı qalırsa, sadəcə kağızı ekrana köçürmüş oluruq, problemi həll etmirik. Bir də çox vacib məqam. Bu dəyişikliklər biznes mühitinə necə təsir edəcək? Qanun layihəsində ticarətin asanlaşdırılması məqsədi qeyd olunur. Amma reallıqda sahibkar üçün əsas olan sürət, aydınlıq və proqnozlaşdırıla bilən yanaşmadır. Əgər qaydalar tez-tez dəyişirsə, izahı çətindirsə və tətbiqi qeyri-bərabərdirsə, bu artıq risk yaradır və investoru çəkindirir. Mən hesab edirəm ki, bu qanun layihəsini dəstəkləməklə yanaşı 3 prinsip üzərində xüsusi dayanmalıyıq. Birincisi, hər bir yeni mexanizmin konkret tətbiq qaydası və məsuliyyət çərçivəsi aydın olmalıdır. İkincisi, rəqəmsallaşma real sadələşdirməyə gətirməlidir. Formal dəyişikliklərlə kifayətlənməməlidir. Üçüncüsü, sahibkarın hüquqları və müdafiə mexanizmləri paralel şəkildə gücləndirilməlidir. Çünki sonda məsələ çox sadədir. Gömrük sistemi dövlət üçün nəzarət aləti olmaqla yanaşı, iqtisadiyyat üçün də dəstək mexanizmidir. Əgər bu balansı qoruya bilsək, bu dəyişikliklər real nəticə verəcək. Əks halda isə biz yenə də yaxşı yazılmış, amma zəif və subyektiv tətbiq olunan qanunla üz-üzə qalacağıq. Təşəkkür edirəm, xanım sədr.